Salam Namiq müəllim. Salam, salam. Sizə bir sual vermək istəyirəm. Mən illərdir xalamda mədə turşuluğu, mədə yanması, qıcqırma kimi hallar olur. Siz bir mütəxəssis kimi ona nə tövsiyə eləyərsiniz? Bax, bu dediyiniz problem hal-hazırda çox geniş yayılıbdır. Demək olar ki, 80% insanlarda bu rast gəlinir. Qastritdir bu. Turşuluq yüksəlir belə olan hallarda. Bunun da əsas səbəbi daim quru qızardılmış yemək, rejimsiz yemək, əsəb, stres və nəticədə bu yaranır. İnsanlar müraciət edir, müalicə alırlar, illər boyu dərman içirlər, nəticə ala bilmirlər. Bunun axırı yenə də xora ilə, çox vaxt da cərrahla bitir. Bu da yaxşı bir hal deyil, heç kim bunu istəməz. Bunun üçün mən sizə dünyada analogu olmayan, yeganə məhsullardan olan, yaranı çapısız sağalan, turşuluğu aşağı salan, xitozan deyilən dəniz xərçəngini zirehlə düzəlmiş bir məhsul haqqında məlumat verirəm. Bax, xalaya da onu tövsiyə edirəm. İnşallah ondan istifadə edər, həmin halların qarşısını alar. Və üstəgələ qəbzi köpü də çox yaxşı aradan qaldıran bir məhsuldur. Təmizləmə xüsusiyyəti olduğuna görə. Və nəticədə o ağır vəziyyətə